Herkese salam. Uzun aradan sonra yine bir vlog sizin için paylaşırım. Əslində bu vlogu çoxdan da montaj edib paylaşmalıydım. Sadəcə həqiqətən də vaxtım olmurdu deyə hal-hazırda montaj edirəm və sizlər üçün inşallah ki paylaşıram. Bildiyiniz kimi diyetdəyəm və diyetimə davam edirəm. Həmən günü mən gəzdim, daha sonra getdim supermarketə və supermarketdən belə bir ərzaqlar aldım. Özüm üçün maraqlı bir şirniyyat tapmışdım. TikTokda gördüm və düşündüm hazırlayım. Hər vaxtınız xeyir olsun və ya sabahınız xeyir olsun. Səhər-səhər ürəyim nəsə bilinç kvason bir şey istədi. Bir dənə resept görmüşdüm. Orada deməli yumurtaları beləcənə əlavə eləyirdilər. Əlavə eləyirdilər. 2 dənə yumurta. Bu səfər yaxşı qırdım. Daha sonra kakao da əlavə eləmək lazımdır. Orada 3 dənə yumurtaya 25 qram kakao idi. Mən isə belə baxacağım da, yəni nə qədər əlavə eləmək istəsəm. Öncə bu qədər bəsdir. Bir də qabartma tozu. Keto diyetində onlar yazılmışdı. Bu resepti TikTokda görmüşdüm. Gəlin qabartma tozunu da öncə çox olmaz. Neyse, bunları əlavə elədik. Qəşəngcənə qarışdırırıq. Mən bir dənə də yumurta əlavə elədim. Çünki kakao çox idi. Neyse, birinci bunlar biraz çox olar. Amma hamısını yeməyəcəm də. Bunları qarışdırırıq qəşəngcənə. Əslində bura şəkər əlavəsi də olar. Hansı ki dietik sayılır. Amma məndə yoxdur deyə şəkər də əlavə eləməli olmaz deyə əlavə eləmirəm. Beləcənə yeyəcəm. Chia toxumlu su da içəcəm. Və biraz baxın greçeski yoğurt. Bu greçeski yoğurtdan əlavə eləyirəm. Əslində yaxşı olardı ki bura biraz da çiyələk qoysaydınız bir damcı ki daha dadlı olsun. Amma məndə yoxdur. Ona görə belə. Bunu birazcana belə saxlayacaq buzluq deyirəm. Xaladenikdə belə qəşəng rulet kimi eləyib. Все. Deyəsən chia toxumlarını çox əlavə elədim. Amma bunu içəcəm. Belə bir brinçik alındı. Keto diyetdə olduğum üçün buna şəkər falan əlavə etməmişdim. Bugünkü səhər yeməyim. Elə bu qədər yemək istədim. Tez yeyib işə getməliyəm. Gəldim yenə bulvara işdən sonra. Dedim çıxım gəzim. Hava da gözəldir. Əslində biz tərəflər biraz küləkli idi, amma buralar yaxşı olduğunu bilirdim. Dedim çıxım gəlim qəşəng gəzim. Belə hər yerdə yaşıllıq. Baxın quşların səsləri, nəğmələr falan çox gözəldir. Sizə tövsiyəm keto diyetaya başlamadan əvvəl mütləq ki həkim nəzarətindən keçin. Hansı vitaminlər çatışmır və s. vitaminləri mütləq qəbul eləmək lazımdır və mütləq həkim nəzarəti altında bu diyeti saxlamaq lazımdır. Çünki tamamilə karbohidratları çıxardırsınız. İnansız heç bir fikrim olmadığı üçün götürdüm pomidor, yumurta bişirdim. Günorta yeməyim. İş çıxışından sonra rəfiqəmlə 28-də belə maraqlı bir məkan tapdıq. Dedik oturaq yeyək, çay içək. Buna baxın, maraqlıdır. Daha sonra Crescent Mall-a ayaqla gəzə-gəzə gəldik və dedik mağazaları gəzək. Belə maraqlı ətəklər var idi. Düzü mən belə bir ətək geyinmərəm. Ən azından bizim ölkədə geyinmərəm. Maraqlı saroçkalar falan var idi. Çox maraqlı belə bir yubkalar da var. Dedim sizlərə ətrafı çəkim. Maraqlı olsa qiymətlərini də göstərirdim. Daha sonra belə bir çox qəşəng bir çanta gördüm. Əslində rəngi realda daha da gözəl idi və daha kaliteli görsənirdi. Videoda görsənmirdi. Mən Crescent Mall-un Stradivarius'unu çox bəyənirəm. Düşünürəm digər malllardan fərqli olaraq həm daha genişdir, həm də ki çeşidlər daha qəşəng və daha maraqlı olur. Bu yubkanı çox bəyəndim. Çox qəşəngdir. Həm materialı gözəldir. Qiymətini də gəlin sizə çəkim. Burada var. 79 manat rovno. Bu da onun tipdədir. Dərsində qəşəngdir. Tam belə cicis. Super. Xarici ölkəyə gedərsən, bunlardan geyinərsən. Zordur. Belə bir şeylər də var. Daha sonra yay paltarları gəlibdir.
Baxın, çox qəşəngdir bu da. Kameradan bu paltarın möhtəşəmliyini ötürmək olmurdu, çünki rəngi tam fərqli idi realda. Daha gözəl, kaliteli qara rəngi idi və qiyməti isə 79 manat idi. Daha sonra çıxdıq, yenə biraz ətrafı gəzdik rəfiqəmlə, çoxlu danışdıq, əyləndik. Növbəti günlərdən sizə belə bir Pobedanın stevia tərkibli şokoladını göstərirəm. Çox gözəldir. Əgər şirniyyatı sevirsinizsə, amma alternativ tapa bilmirsinizsə, bu çox möhtəşəm bir alternativdir. Daha sonra sizlərə səhər yeməyimi göstərirəm. Çox ləzzətli və keto bir belə maraqlı blincik hazırladım. Deməli, tərkibində bir nəfər üçün bir dənə yumurtadır, biraz kakao əlavə elədim, qabartma tozu və qatıq əslində yox idi. Mən isə dedim ki, qatıq da əlavə eləyim. Qızartdım hər iki tərəfli və arasına stevia şokoladından əlavə elədim ki, o da olar və biraz xaman. Belə çox ləzzətli görsənir. Göstərmişkən də günorta yeməyimi də göstərim. Burada əslində azdır. Bir dənə xiyardır, toyuq qızartmasıdır, kənd toyuğudur bu arada. Bir də biraz xama ilə qarışdırdım. İstiyotduz, bu qədər. Çıxdım özümə tuna balığı aldım. Tuna balığını çox sevirəm. Kəsmik və təbii ki kaxı. Kaxı olmazsa olmazdı. Böyle. Günorta isə işdə gördüyünüz kimi kaxı, belə tuna balığı və kəsmik yedim. Səhər özümə qəşəngcənə yumurtadan omlet hazırlayıram. Çox gözəl görsənir. Arasında isə ağ pendirdir. Ən əsas və ən banal məsləhətim odur ki, ümumiyyətlə sizdə gərək maraq olmalıdır və davamlılıq. Əgər sizdə həvəs və maraq olmasa nəyisə etməyə, məsəl üçün mənim halımda diyet tutmağa və o zaman mən indiki nəticələri tez bir zamanda görməzdim. Sadəcə bir şey diqqət yetirin ki, diyet zamanı çox sağlam qidalanın. Çünki bizim bədənimiz robot deyil və biz proqramlaşmamışıq. Diyet zamanı ən yaxşı alternativ bu Pobedanın şeydir. Vafelli konfetkalarıdır. Bravo supermarketdə satılır. 6 manat 29 qəpik. Bir ara dəhşətli yağış yağdı birdən və o gün həmin o gün idi. Mən də lentə almışdım. Artıq buradan da bəllidir ki, nə zamandır ki, mən uzun vlog paylaşmıram. Əslində çəkirəm, amma onu montaj eləməyə həm vaxtım yoxdur, həm də ki, çox yoruluram. İşdən gəlirəm, ona görə də belə gec olur. Ümid edirəm ki, buna görə siz izləməyi atmazsınız və belə. Deməli, növbəti günlərdə mən çıxdım gəzməyə və gecikirdim artıq. Rəfiqələrim hətta oturmuşdular, zavtraka biraz yemişdilər, məni gözləmişdilər. Mən isə tez bazar qaça-qaça dedim, gedim ki, gecikməyim. Çatdıqdan sonra çox maraqlı vaxt keçirdik. Burada mən sizə nə qədər gecikdiyimi göstərirəm. Sadəcə küləkdən səsim o qədər də gəlmir deyə. Ona görə dedim üstdən yazdırım səsi. Borani restoranına gəldik və burada səhər yeməkləri həm sərfəlidir, həm də ki çox ləzzətlidir. İstədiyiniz hər növ məncə təamlar burada var. İsti çay isə istədiyiniz zaman sizlərə gətirirlər. Mən səhv etmirəmsə limitsiz olmalıdır çay. Daha sonra biz gəzə-gəzə oradan elə sahildən getdik dağ üstü tərəfə. Mən sarı qız, ümumiyyətlə qazlı suları falan çox sevirəm. Özəlliklə diyet zamanından sonra bilmirəm, yəqin ki bədənimdə minerallar azalıb deyə. Ona görə də daha çox qazlı suyu sevirəm içməyi, nəinki adi suyu. Amma ümumiyyətlə yenə də deyirəm, ən önəmlisi diyet zamanı siz çoxlu su içməlisiniz və əzm olmalıdır. Yəni davamlılıq olmalıdır sizdə. Pes edib, türklər demiş, pes etmək yoxdur, davam edirsiniz nəticə görənə qədər və ən əsası da ki, özünüzə məqsəd qoymalısınız. Məsəl üçün, mən deyirdim ki, yay ərzində mən arıq görsənməliyəm. Ona görə də bu vəziyyətə gəldim ki, arıqlamalıyam. Həm də ki, mən 66 kilodan başlamışdım. Hal-hazırki kilom isə 56 kiloya düşübdü və davam eləyəcəm. Çünki mən 47-48 kilo olmaq istəyirəm. Nəysə, burada isə artıq gəlmişdik yenə çay içməyə və belə bir maraqlı mağazaya gəldik. Bu da sahil metrosuna yaxın idi. Belə bir nakleykaları çox sevirəm. Amma ki, məncə alıb hara yapışdıracağım ki, onsuz kompüterin üstünə falan notebookun çox qəşəng məncə nakleykalar olar. Daha sonra belə bir maraqlı hədiyyəlik belə şeylər var idi. Mağazanı gəzdi. Ondan əvvəl çoxlu
yenə də gəzmişdik şəhəri və buradan da elə gəzə-gəzə getdik metro tərəfə. Burada da görürsünüz ki, həqiqətən də çox maraqlı bir hədiyyəlik şeylər var. Və ən əsası sizdən xahişim, mənə abunə olun, rəy yazın. Bunu hər bir bloger sizdən istəyir. Çünki biz yadınıza salmasaq, sizin yadınızdan çıxır və biz də məsəl üçün motivasiyadan düşürük, davamlı video paylaşmırıq. Həm də ki, fikir verdim ki, diyet vloqları sizlər üçün maraqlıdır. Ən çox da short videolar çox yaxşı yığır. Əslində nə qədər short videolarım var, hansılarını ki artıq yığmışam, montaj eləmişəm, sadəcə üstdən səs yazma qalıbdı. Ən çətini elə montajda bu üstdən səs yazmadır həqiqətən də. Və növbəti günlərdə gördüyünüz kimi mən gəlmişdim, özüm üçün belə bir şnitzel yedim. Dadı pis değildi, amma ikinci dəfə almazdım. Gəlin sizlərə axşam rutinimi göstərim. Deməli, belə bir krem çəkəcəm. Əllərimə çox qəşəngdir, çox gözəl qoxusu var. Spa Ceylondan çox möhtəşəm bir belə bir əl kremidir. Bir də hər zaman olduğu kimi həftədə bir dəfə üzümə maska eləyirəm. Kollagen maskadır. Bu harda satılır? Bahar Store'da ya da Rozmanda satılırdı. Rozmanda dərsən. Almışdım, endirimə düşmüşdü. Çox gözəl maskalardır. Evdə Nesquik var idi, özümə yox demədim, yedim. Nestle şokoladından aldım, bir də sakız. Hər il bizdə belə yay gələndə parti hazırlayır şirkət olaraq bizə. Çox maraqlı idi. Əslində keçən il daha maraqlı idi. Şariklər mütləq olur və dondurmalar yedik. Əslində ləzzətli idi, maraqlı idi. Hər zaman. Wow, unpacking. Kesinlikle. Hadi açmamıştım. Onun oradaki. Qəşəngdir. Mübarəksən. Çox qəşəngdir. Özdə bir stilini. Burasını çox bəyəndim. Bu detalını. Qəşəngdir, mübarəksən. Super. Bu belə. Yox oldu. Süper. Şok etme. Wow. Çok qəşəng. Burasına var, detalına. Detallı şeyler almışsan, burada koymaq olar. Bunu da bunu ver. Çok qəşəngdir. Bunu da şeyə də taxa bilərsən. Ne deyirlər ora? Uzun bir payeskalarda da gelirsən, içine doldurursan. Allah süper, mübarəksən. Material da qəşəngdir ya. Ya, material qəşəng. Stilnaya. Təsdiq aldım. Özü də multiviza yazılıb. Düz dedilər ki, əslində multi deyil, amma nəysə, multi yazılıb üstündə. Belə. Kulağımda kim axdı? Ne maraqlı. Wow, şükran. Wow, как классно. Yemeği gören de kesin.